Qədir Gecəsinin adı nədir? Əhya gecəsi. Əhya nədir? Dirilmək gecəsi. Həy sözündən götürülüb. Dirilmək üçün gecəni qalacaq. Sabah dirilmək istəyirik. Dirilməyin yolundan keçir. İstəcibu lillah və lirrasul. Lillah yəni nə? Quran. Rasul yəni nə? Peyğəmbər. Peyğəmbərin davamı nədir? Nübüvvətin davamı. İmamət. Yəni dirilmək istəyirsinizsə Peyğəmbər və imamət, 14 məsum, bu tərəfdən Quran. Quranı gətiririk, başımıza qoyuruq, imamların, Peyğəmbərin, xanım Fatimanın adını çəkirik. Nə istəyirik? Demək istəyirik ki, diriliyimizin yolu sizdən keçir. Ayə nə deyir? Tənəzzül mələikəti və ruh. Mələklər nazil olur, bir də ruh nazil olur. Bəzi müfəssirlər ruhu burada belə izah edirlər. O ilahi ruh, o ali ruh, o ali həyat. Yəni sən ayılırsan, Quranı başına qoyanı dərk edirsən ki, mən forta yaşamamalıyam, mən puç ömür sürməməliyəm, mən boş yaşamamalıyam. Biz Quranı başımıza qoyanda nə ki düşünmürük? Bəziləri deyir, düşünmək lazımdır. Benim niyə ki düşünmürük? Özü bir düşündürür də, mənim də düşündürür ki, bu qədər bu kitabı gətirib başımın üstə qoymuşam, görsən doğrudan mı bu kitabı həyatımda belə yaşamışam? Başımın üstündə yaşamışam mı? Ailəni başımın üstünə qoymuşam mı? Xülasə, mən uzaqlara çox getməyim.